Salam hörmətli futbol azarkeşləri. Misli Premyer Liqasının 17-ci turun oyunlarının mübahisəli epizodlarını təhlil üçün qarşınızdayım. Top havada olarkən hər iki komandanın oyunçusu top istiqamətinə ayağını atır və bu mübarizənin sonunda Araz Naxçıvanın oyunçusu yerdə qalır. Hakim davam işarəsi verir. VAR epizodu yoxlayır. Toxunuş sürtünmə xarakteri olduğundan meydandakı qərarı təsdiqləyir. İmişliyin oyunçusu top istiqamətinə qaçır və topa çatmayacağını hiss edərək dərhal rəqibin qarşısında dayanır. Nəticədə rəqib oyunçu ilə təmas yaranır. Baş hakim davam işarəsi verir. VAR epizodu yoxladıqda təmasın səbəbkarının hücumçu olduğunu görür və hakimin qərarının doğru olduğunu təsdiqləyir. Top Sabahın oyunçusunun əlinə dəyir və bu hücumun yekununda Karvan Yevlaxın qapısına qol vurulur. Hakim qolu qeydə alır. VAR epizodu yoxlayır. Oyunçunun əllərinin təbii vəziyyətdə olduğunu görür və topun yerdən sıçrayaraq oyunçunun qoluna dəyməsinin gözlənilməz top kimi təsdiqini tapır. Qol o zaman qeydə alınmaz. Hətta təsadüfən olsa belə, top oyunçunun əlinə və ya qoluna toxunandan dərhal sonra rəqib qapısına daxil olarsa. Sabahın oyunçusu rəqibə qarşı qaydanı pozur. Hakim Karvan Yevlaxın hücumu davam etdirməsi üçün üstünlükdən istifadə edir. Hücum bitdikdən sonra hakim Sabahın oyunçusunu sarı vərəqə ilə cəzalandırır. Qayda deyir ki, oyunçu rəqibi aşkar qol vurmaqdan məhrum edərsə və bu zaman hakim üstünlükdən istifadə edərsə, oyunçu sarı vərəqə ilə cəzalandırılmalıdır. Ciddi qayda pozuntusu, təcavüzkar hərəkət isə istisnadır. Sabah komandası topa yiyələnərək rəqibin qapısına qol vurur. Hakim qolu qeydə alır. VAR epizodu yoxlayır. Oyunçunun topa yiyələndiyi zaman cərimə meydanının xaricində olduğunu təsdiqləyir. Qeyd edək ki, 17-ci turun oyunlarında VAR-ın müdaxiləsindən sonra hakimlərin qərarında dəyişiklik baş verməmişdir.